Elə bir mövzular var ki, balayıb gülməkdən ağlayacaqsınız toba. Amma mən söz verirəm burada. Peygamber mən çağırmayassan, yeşil oğlansan, ləyəqin olsun. 21 sentyabr ülkemizin bir nömrəli sarayı Heydər Əliyev sarayında gülüş bombardımanı stand-up show gəlir. Biletləri iTicket saytından əldə edə bilərsiniz. Tələsin, yerlər məhduddur. Bravo. Qiymətlər əlçatandır, münasibdir. Hər qiymətə orada bilet var, gedib əldə eləyib doyunca gülə bilərsiniz və mən adım kimi əminəm ki, milyonlarla baxış yığan Fəqan Məmmədovun stand-upları bundan sonra trilyonlar yığacaq inşallah. Hələ bu verilişdə nələr olacaq? Vay, qırğınlar. Nə söhbətlərimiz var və mən bu yerdə xüsusilə altını çizə qeyd eləmək istəyirəm ki, hər kəs bu saatca şikayətçidir.